Hər vaxtınız xeyir olsun. Mən riyaziyyat və kurikulum müəllimi Arzu Ələddin qızı sizə 10 ədəd blok, sertifikasiya və buraxılış tipində sual izah edəcəm. Kanalımıza abunə olmağı və videomuzu paylaşmağı unutmayın. Qeyd edim ki, hər gün 10 ədəd sual paylaşıram. Və bizim sürət qrupumuza qoşulmaq istəyən müəllimlərimiz varsa, onlar 051 641 88 34 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Birinci gündən artıq biz dərslərə başlayacağıq. İndi isə keçirəm suala. Deyir ki, x minus 8 üstəgəlsin y plus 15-in kvadratı bərabər 36 çevrəsinin mərkəzinin koordinat başlanğıcından məsafəsini tapın. İlk növbədə siz çevrənin təniyini bilməlisiniz. X minus a-nın kvadratı üstəgəlsin y minus b-nin kvadratı bərabərdir r kvadrat. Məsələn, sizin burada radiusunuz 6-dır. A ilə B mərkəzin koordinatları. Deməli, bizim koordinatımızın biri müsbət 8-dir, digəri isə mənfi 15 imiş. Koordinat başlanğıcı da 0, 0-dır. İki nöqtə arasında məsafəni tapmaq üçün belə bir düstur var. x1 minus x2-nin kvadratı üstə gələk y1 minus y2-nin kvadratı. İndi yazaq 8 çıxılsın 0-ın kvadratı üstə gələk mənfi 15 çıxılsın 0-ın kvadratı. O deyir 64, 225, 289, cavab deyir 17. Yəni A variantı. Keçək növbəti ikinci sualımıza. Deyir uzunluğu 50 cm olan parça müstəvini kəsir. Onun ucları müstəvidən 12 və 13 məsafədədir. Parça ilə müstəvi arasındakı bucağı tapın. Müstəv deyəndə bir dənə belə düz xətt çəkirəm, sizi yormuram. Və 13-12 məsafədədir. Mən həmişə böyüyü yuxarıda göstərirəm. Baxın, buradadır. Bura 13 yazıram. Burada 12 yazıram. Əslində, baxın, bu xətlər bir-birinə paraleldir. Yəni, mən burada qum saatı oxşarlığı eləyəcəm. Qum saatı gördünüzsə, oxşarlığı etmək olar. Və əslində, bu üç bucaqlar elə bir-birinə oxşardır. Baxın, alfası var, 90 dərəcəsi var, 90 dərəcəsi var. Yəni, x bucağı var, x bucağı var. Yəni, oxşarlığı tam şəkildə edə bilirik biz burada. Bura x deyək, o bir tərəfə də 50 minus x deyək. Oxşarlığa görə 50 minus x-ı bölürəm x-ə, bərabər eləyirəm 13 bölək 12-yə. Çarpaz vuraq 600 minus 12x bərabərdir 13x-a. 600 bərabərdir 25x-a. X də bərabərdir 24-ə. Yaxşı, gətirək yerinə qoyaq 24. 50-dən 24 çıxırıq. Eləyir bura 26. Burada eləyir deməli 24. Baxın, 30 dərəcəli bucaq qarşısındakı katet betonuzun yarısıdır. Deməli, nədir? Bura 30 dərəcəymiş. Və bura 30-dursa, baxın, hər ikisində də ödənir. Burada 30 dərəcədir. Deməli, bizə deyir, parça ilə müstəvi arasındakı bucaq. Həmin bax, bu bucağı soruşurdu. Deməli, 30 dərəcəymiş B variantı. Sonra, baxaq üçüncü sualımıza. Burada sualda biraz şərtdə əskiklik var, amma düzəldim mən onu. Deyir, düzgün dördbucaqlı piramidanın yan teli 5 cm, oturacağının tərəfi 3/2 olarsa, orada bizdən hündürlüyünü soruşur. Yəni, H bərabərdir sual yazaq. Belə bir şey yazaq. Düzgün dördbucaqlı piramida. Baxın, düzgün sözü varsa, oturacağındakı fiqur düzgün fiqur. Dördbucaqlıdırsa, deməli, oturacağındakı kvadrat imiş. Düzgün dördbucaqlı kvadratdır. 3/2 yazıram. Nəysə, piramidamızı çəkək. Bir dənə səliqəli piramidanı çəkirik. Bizə deyir ki, yan teli 5 olarsa, hündürlüyünü tap. Baxın, hündürlüyünü tapmaq üçün yan telə 5 yazıram. Mən buradan kvadratın diaqonalını tapıram. Kvadratın diaqonalı A-2 düsturu ilə hesablanır. O da nədən irəli gəlir? Kvadratın diaqonalının düsturu niyə A-2-dir? Çünki bərabər yanlı düzbucaqlı üçbucaq yaranır orada. Buradan da 3/2-ni vursaq kök altda 2-yə cavab eləyəcək 6. Əla. Deməli, diaqonalımız 6-dır. İndi yuxarıdan bir dənə H çəkək. Gəlir, bax, bu diaqonalların kəsişmə nöqtəsinə düşür. Diaqonalımız 6 idi. 6-nı yarı bölürəm 3. Burada da gəlir hündürlük. İndi baxın, burada bir dənə qəşəng, yaraşıqlı Pifaqor yaranıbdır. Harada yarandı deyim sizə. Baxın bu aranjığı qeyd elədiyim yerdə 3, 5. Deməli, hündürlüyümüz də Pifaqor üçlüyünə görə 4-dür. Yəni, cavab 4-dür.
Sonra baxaq 5-ci sualımıza. Satışda 60 lotereya biletinin, yox, 4-cü sualdayım, 5 nədir? 4-dəyəm. 4-cü sual rahat bir sualdır. Biləsiniz ki, baxın burada deməli bura S-dir, bura S-dir, burada 2S-dir. Yəni indi mən burada düzbucaqlı bucağın sahəsini tapsam, 15 vur 17 böl 2 bərabərdir 2S qoyaram. Deməli 15 vur 17 bərabər olur 4S-ə. Həqiqətən də bütöv paralelogramın sahəsi baxın S, S, 2S. 4S-dir. Elə mənim axtardığım da 4S-dir. 4S-i tapsam cavabı tapmış oluram. 15-i də 17-yə vurursunuz. Cavab eləyəcək. Bizə dəqiqə vuraq bir dənə neçə alırıq. 5 dəfə 7 35 10 Buraya yazaq 5, burada yazaq 1. Cavab eləyəcək 255, yəni A variantı. Sonra baxaq 5-ci sualımıza. Satışda 60 lotereya biletinin 45-i uduşludur. 45-i uduşludur. 45-i uduşludursa 60 sıx 45, 15-i isə uduşu yoxdur. Deyir, Kamran 2 bilet aldı. Alınan biletin heç birinin uduşlu olmaması hadisəsinin ehtimalı nəyə bərabərdir? Uduşlu olmaması. Onda gəlin belə eləyək. Bütöv 60 bilet var və bundan ikisini alıram. Kombinezon 60-dan ikisi. Heç biri də uduşlu deyil. Bizim uduşlu olmayan 15 biletimiz var. Deməli yazaq bura kombinezon 15-dən ikisi də uduşlu olmasın. İndi bunu hesablayaq. Hesablayaq görək neçə alırıq. Deməli kombinezon 15-dən 2, 15 faktorial bölünsün, 15 minus 2, 13 faktorial, vuraq 2 faktorial. İxtisar gedir, 14 vur 15 bölək 2. Cavab eləyir 105. 105 buradan alırıq, sürətə yazıram 105. Məxrəci hesablayaq, kombinezon 60-dan 2'ye 60 faktorial bölünsün. 60 minus 2 58 faktorial vuraq 2 faktorial. Burada da alırıq 59 vur 60 böl 2. Alırıq nə qədər? 59 vur 15. Yazıq bura 59 vur 15. 15 ilə 105 ixtisar getsə, 15-ə ixtisar getsə 1, 15-ə ixtisar getsə 7. 59'da 7 aldım mən. 59'da 7 görək belə bir cavab varmı? 59'da 7. Amma belə bir cavab yoxdur. Baxım hesab səhv etməmişəm. Hesab səhv elədim. Deyirəm axı hardasa hesab səhv elədim. Çünki 59 vur 15 yox 30 olmalıdır. Ay sağ ol. Bax burada səhv oldu. Onda burada olacaq 118'də 7. Çünki baxıram ki mən ehtimalı düz eləmişəm, amma cavab niyə çıxmadı? 118'də 7 eləyir. Baxın burada 59 vur 60 böl 2. Burada eləyir 59 vur 30. Mən bura çaşıb 15 yazmışdım. Ona görə səhv çıxırdı. Yəni 118'də 7 elədi cavabımız. Sonra baxaq 6-cı sualda limitdə baxın, aparıb məsələn 2 qoysaq yerinə məxrəc 0 olar. Məxrəc 0 olmaması üçün biz nə edəcəyik? Ya vuruqlara ayıra bilərik, ya lopitallaya bilərik. Lopitallamaq yəni törəməsini tapmaq. Bazarda istəsəz ikinci dəfədə törəməsini taparsınız, üçüncü dəfədə, yəni ta işimizə yarayana qədər törəmə tapıb elə hesablaya bilərik. Amma burada mən artıq görürəm ki, vuruqlara ayırma ilə məqsədimə çata bilərəm əslində. Üstə gəl 2x, üstə gəl 4. Deməli, A kubu minus B kubu kimi açdım bunu. Bunlar getdi. İndi aparaq yerinə 2 qoyaq. Görün nə qəşəng oldu, məxrəc 0-a çevrilmir. 2-nin kvadratı 4, üstə gələk 2 vur 2, 4, üstə gəl 4. Bölünsün 2 plus 2. Yəni 12 böl 4 o da eləyər 3. C variantı. Növbəti sualımıza baxaq. 7-ci sualda deyir ki, 45609 ədədindəki rəqəmlərin yerini dəyişməklə neçə 5 rəqəmli ədəd düzəltmək olar? Rəqəmlərin yerini dəyişməklə neçə 5 rəqəmli, rəqəmləri təkrarlansın, təkrarlanmasın sözü demir. Amma burada bir dənə 0 var. Yəni mən ilk ədədə bura yazanda 5 rəqəmin 5-i də ağlımdan keçməyəcək. 4-ü ağlımdan keçər. Çünki 0-dan başlayan ədəd yoxdur. O birlərdə isə 5-nin 5-i də ağlımızdan keçə bilər.
neçə? 5 rəqəmli ədəd. 5 vur 5 vur 5 vur 5. Əslində 625 vur 4-dür. Burada cavab kartında problem var. Yəni rəqəmlərin yerini dəyişib neçə 5 rəqəmli ədəd düzəltmək olar. Cavab kartında problem var. Yəni sual əslində düzdür. İndi burada deməli 625-i də 4-ə vuraq. 20, 8, 10, 24, 25. Əslində 2500-ü sulla bunu yazmaq olar. Cavab burada 2500 olmalı. Yəni variantda səhvlik var. Sonra 8-ci suala baxaq. AK və BK tam bölənlərdir. Bucaq C 50 dərəcə olarsa AKB-ni tapın deyir. Bu 50 dərəcədirsə, baxın bura. X. Əslində bunun düsturu var. Səhv etmirəmsə 90 bölü 2 minus 6. Nəsə belə bir düstur var. Düstur əzbərləyən deyiləm adətən. Amma düstursuz tapacam mən bunu. Deməli 2x üstə gəl 2y üstə gəlinsin 50 dərəcə bərabərdir 180 yaza bilərəm. Buradan da 2x üstə gəl 2y bərabərdir 130-a. X üstə gəl y hər tərəfi 2-yə bölürəm 65. Məndən nə istəyir? AKB-ni istəyir də, düzdür? Baxın bu üç bucaqda mən x üstə gəl y-in 65 olduğunu bilirəm. 180-dən də 65-in çıxıram, o da eləyir 115 dərəcə. Yəni C variant. Düstur elədi ki, bəzən insan yadından çıxır. Yəni mən də çox da düstur əzbərləməyin tərəfdarı deyiləm. Onsuz da buradan onu çıxardıram. Yəni düsturu unuda bilərsiniz, amma praktik yol unudulmur. Sonra baxaq deməli 9-cu sualımıza. 9-cu sualda isə belə bir şey eləyəcəyik. Nə edək? Heç nə vuraq açaq görək başımıza nə iş gəlir. 2x minus 1 üstə gələk i bərabərdir 9 üstə gəlinsin x üstə gələk y. İndi burada aparaq i-nin yanına, ədədin yanına aparaq. Çünki z bərabərdir a üstə gəl bi şəklinə düşməlidir və buradan da y2 tapmalıyıq. Nəysə, 2x minus i üstə gəl 1 bərabərdir. Buradan i-ni qoyun çıxardaq. I-ni çıxartsam, olacaq x plus y. X plus y. Aha, düz yazdım. Onda belə çıxır ki, həqiqi hissəmiz, yəni 2x üstə gəl 1, 9-a bərabərdir. Buradan da alıram 2x bərabərdir 10-a, x-imiz 5-dir. İndi bu biri tərəfdən də x-imiz 5-dir, amma x üstə gəl y. Baxın, i-nin qabağındakı əmsal əslində 1-dir. Sadəcə 1 yazmaq ayıbdır da, belə deyək. 1 olduğunu görürük. X üstə gəl y bərabərdir 1-ə. Mən oradan x-in deməli 5 olduğunu bilirəm. Onda y-imiz bərabərdir 1 çıx 5, o da eləyir -4. Yəni A variantıdır. Yəni bir sözlə bunu z bərabərdir A üstə gəl B-yi şəklinə gətirib elə görmək daha rahatdır. 10-cu sual toplu tipli sualdır. Hətta toplunun sualıdır belə deyək. Bu tiplərdə nə edirsiniz? Qoşmasına vurub sonra işləməliyik. Məsələn, 4n kvadratı üstə gəlinsin n minus 2n-i belə gördünüzsə, çalışın qoşmasına vurub elə işləyin. Yoxsa belə işləyəməzsiniz. Üstə gəl n plus 2n. Bölürəm həmin şeyə. Deməli, 4n kvadratı üstə gələk n plus 2n-ə böləcəm. İndi baxın, sürətə yazsaq, bu da bir dənə qəşəng yer ayırım özümə. Baxın, sürətə yazsam, vurub açsam, deməli, a kvadratı minus b kvadratı düsturudur əslində. Eləyəcək nə? 4n kvadratı üstə gələk n çıxılsın 4n kvadratı. Deməli, bizdə sürətdə alındı n. N bölünsün kök altında 4n kvadratı plus n plus 2n-dir. Əslində biz burada hər tərəfi n-ə bölməliyik. Sadəcə bu kök altı ifadə olduğuna görə burada n kvadratına böləcəyik. N-i n-ə bölsək 1. 4n kvadratını n kvadratına bölsək 4. N-i n kvadratına bölsək 0-a yaxınlaşar. Kök altda 4 qalır. Kök altda 4-dən 2. Burada da 2n-i n-ə bölsəz, bunlar gedər 2. Deməli, cavab eləyər nə? 4-də 1. İndi bilmirəm hansı variantdır. 4-də 1 elədi. Cavab C variantı. Bura qədər dəyərli abituriyentlər və müəllimlər,
Videomuzu paylaşmağı və bəyənməyi unutmayın. Qeyd edim ki, hər gün 10 ədəd sual izah edəcəm. Bu sizin üçün böyük bir dəstək olacaq və ay ərzində 5 və yaxud 4 dənə də böyük ümumi sınaq olacaq. Sınaqlar qrupumuza və yaxud da ki, sertifikasiya sürət qrupumuza qoşulmaq istəyən müəllimlərimiz isə 051 641 88 34 nömrəsi ilə əlaqə saxlaya bilər.